Aziz dostlar, değerli dostlar, bugün yeni bir mevzuyla görüşünüze gelmişim. Değerli dostlar, təbabət haqqında danışmağa çalışacağım. Aziz dostlar, təbabət elmində öz sözünü demiş bir alim haqqında danışmaq istəyirəm. Çimnaz xanım Namazova. Bilmirəm, hansınıza bu ad, bu isim tanışdır, hansınıza tanış deyil. Kimə tanış deyilsə onu tanış eləmək istəyirəm. Əziz dostlar, dəyərli dostlar. Demək, uzun illər bundan qabaq mənə ağrı, acılarım var idi. Mənə həkimlər yoğun bağırsağın xərçəng diaqnozu qoyuldu. Bunu həkim mənim üzümə dedi. Dedi, mən sizi qorxutmaq istəmirəm, amma məsələ çox pisdir. Çox acınacaqlı vəziyyətdədir yoğun bağırsağın. Mənə izah elədi vəziyyətimiz. Bağırsağım dedi, sanki bir çürümüş bir vəziyyətdədir. Yerdə qalan yerlərdə şişlərdən ibarətdir. Belə bir fikir söylədi mənə. Dedi, çox acınacaqlı bir vəziyyətdəsən. Sən necə yaşamısan, bilmirəm, axır bir də onu bilirəm ki, bu belə davam eləməyəcək sənin ömrün, çox çəkməyəcək. Get başına bir çarə qıl. Belə bir söz dedi. Mən təbii ki, sarsılmadım. Deyim ki, o saat sarsıldım, qorxdum, belə bir ciddi bir həyəcan keçirdim. Yox. Təbii ki, sıxılma oldu, təbii ki, düşüncələrə daldım, fikrə daldım, amma ciddi bir sarsıntı və qorxu, həyəcan keçirtmədim. Ne üçün? Səbəb onunla bağlı idi ki, mənim uşaqlıqdan kitab oxumağa çox bərk meyilliliyim, uşaqlıqdan kitabxanalarda günlərimin keçməyi, kitablarla məşğul olmağım, hər gün mütləq kitab oxumağım, boş vaxtlarımı mütləq kitaba həsr eləməyim, kitaba sərf eləməyim, idmana sərf eləməyim və s. və ilaxır. Bax, bu əlimdən tutdu mənim. Həm də uşaq vaxtlardan təbabətlə həmişə maraqlanardım. Bilmirəm nəyə görə məni çəkirdi özünə. Təbabətlə maraqlanmaq. Təbabətlə bağlı kitabları ya alardım, ya kitabxanalarda axtarardım və oxuyardım. Təbii ki, bizim dövrümüzdə balaca kitablar olardı, az bir neçə vərəqdən ibarət, kitabçalardan ibarət olardı, belə tapılardı. Təbabətlə bağlı, ənənəvi olmayan, təbii təbabətlə bağlı kitablarla daha çox maraqlanardı. Və o mənim əlimdən tutdu. Və mən həmişə, yadınızdadırsa, Space televiziya kanalında çarə verilişi var idi. Fikrət müəllim aparardı o verilişi. Fikrət müəllim özü çox savadlı, çox ağıllı, çox təmkinli bir insan idi. Həmişə də öz verilişlərinə savadlı həkimləri dəvət eləyərdi və onlar çıxışlar eləyərdilər və mən də o verilişlərə baxardım. Orada bir təbabət alimi haqqında bir cümlə, bir fikir söylədi. Çimnaz xanım Namazovanın Sağlamlığa Aparan Yol kitabı çıxıb. Fikrini dedi. Demək, əlimdə gördüyünüz bu kitab həmin o kitabdır. Sağlamlığa Aparan Yol. Çimnaz xanım Namazovanın Sağlamlığa Aparan Yol kitabı. Nəzər diqqətimi bu ad cəlb elədi və maraqlanmağa başladım ki, mən Çimnaz xanımı necə tapa bilərəm. Axtarışlar elədik, yadımda da oğlumla axtarışlar elədik. Biz Çimnaz xanımın iş yerini tapdıq və orada onun zəng elədik. O institutun, demək, Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Elmlər Akademiyasının nəzdində olan Genetik Ehtiyatlar İnstitutunda işləyir Çimnaz xanım. İndi də orada işləyir, gözəl insan, dəyərli şəxsiyyət. Mənə o institutun rəhbərliyi
Çimnaz xanımın telefon nömrəsini istədim. O mənə etirazını bildirmədi, verdi mənə telefon nömrəsini, mən əlaqə saxladım. Bax, bu gözəl insanla, bu dəyərli şəxsiyyətlə tanış oldum və bizim dostluğumuz başladı. 2010-cu ildən. Bax, 15 ildir ki, Çimnaz xanımla biz dostluq edirik. Lazım olanda görüşürük onun iş yerində, lazım olanda kitab təqdimatlarında olmuşam onun. Demək lazım olanda demək olar ki, hər həftə Çimnaz xanımla zəngləşirik. Çox böyük dəstəyi olub, mən inanıram ki, Çimnaz xanımın kitabını oxuyanlara. Çox mükəmməl bir kitab demək həsr eləyibdir Çimnaz xanım. Yazıbdır. Öz elmini, təbabət elminin ocağını, elə bil ki, mənbəyini, mühitini gətirib bu kitablara. 3 kitabı var Çimnaz xanımın. Sağlamlığa aparan yol, gördüyünüz kimi, bu onun ilk kitabıdır. İkinci kitabı Sağlam ömür yaşayaq. Sağlam ömür yaşayaq. Bu Çimnaz xanımın ikinci kitabıdır. Və onun Çimnaz xanımın Sağlamlığın Sirri. Sağlamlığın Sirri. Bax, üçüncü kitabıdır. Çox dəyərli kitablardır. Çox elmi mənbələr var burada. Çimnaz xanım dünya təbabətində ən mühüm, ən vacib o elmi mənbələr ki var, o mənbələrə söykənib, o mənbələrə demək, gedib çıxıb o elmi mənbələrdən çox böyük elmi faktlar gətirib qoyub bu kitablarında. Çimnaz xanım Namazova, mənim dəyərli dostum, gözəl şəxsiyyət, gözəl elm xadimi Çimnaz xanım. Çimnaz xanımın bir elmi haqqında, bu yazılı elmlər barədə bir çox alimlər öz rəylərini, öz fikirlərini yazıblar. Mənim xüsusi danışmağa ehtiyac yoxdur mənim danışmağa. Amma bütün hallarda Çimnaz xanım kimi bir elm adamı haqqında mənim çox dəyərli sirdaşım, dəyərli dostum barədə danışmağım özüm ehtiyac hiss edirəm bunu. Çünki Çimnaz xanım bütün məqamlarda mənim yanımda olubdur. Bütün əzablarımda, çətin məqamlarımda həmişə yanımda olubdur. Hər həftə elə olur ki, Çimnaz xanımla zəngləşirik. Gözəl psixologdur Çimnaz xanım həm də. Dərdli vaxtlarımda, əziyyətli vaxtlarımda, fikirli vaxtlarımda götürüb Çimnaz xanıma zəng eləyərəm. O dəm telefonu açar. Nə olub Asim müəllim, nə məsələdir? Söhbət eləyərik. Hətta dərdimi cəsarətlə danışaram. Ürəyimi o qədər oğudar, o qədər sakitləşdirər o psixoloji düşüncələri ilə, o öz psixologiyası ilə, öz fəlsəfəsi ilə, öz gözəl o danışıqları ilə o qədər məndə bir rahatlıq yaradar ki, sanki adamı aparar o cənnəti, o gəzdirər, o sağlamlığı, o cənnəti yaşadar, qaytarıb gətirər sənə, özünə gələrsən və rahatlıq taparsan. Çimnaz xanım bu qədər gözəl bir insandır. Çimnaz xanımın özüm bir neçə videolar hazırlamışam. Çimnaz xanıma bu fikirləri danışmaya bilmirəm. Çimnaz xanım da həmişə mənə deyir ki, Asım mən xahiş edirəm sizə, mənim haqqımda yox, mənim yazdığım elm barədə danışın, amma danışmaya bilmirəm. Çimnaz xanımın çox böyük haqqı var bizim üzərimizdə. Onu deməmək mümkün deyil. Mən Allahın qarşısında cavabdeyəm indi. Bu saat özümü o cavabdeh məqamda hiss edirəm. Ona görə mütləq deməliyəm. Demək, Çimnaz xanımın bu təbabət elmini mütləq oxuyun. Çimnaz xanım demək, acılıq elmi barədə yazır. Acılıq elmi barədə yazır. Acılıqla necə müalicə olunmaq olar? Bu məqamları açıqlayır Çimnaz xanım. Çimnaz xanım sidiklə bağlı yazır. Sidiklə insan öz sağlamlığına necə kömək edə bilər? Sidiyin tərkibi barədə yazır. Hansı xəstəliklərdə sidik mütləqdir, vacibdir və mükəmməl köməyi dəyə bilir? Məsələn, zəli ilə insan sağlamlığında nə köməyi ola bilər insan sağlamlığına? O barədə yazır. Bilirsiniz,
vaxtı çox alıb çox danışmaq istəmirəm. Demək, Çimnaz xanım yazır. Özünüzün və ətrafınızdakı əziz adamlarınızın çox güclü olduğunu və sizi çox sevdiklərini, bu işdə sizə hər cür kömək edə biləcəklərini düşünün. Həmin düşünə biləcəyimiz insanlardan biri Çimnaz xanım özüdür və onun kitablarıdır. Çimnaz xanım demək, acqalma elmi barədə yazır yenə. Bir 3 günlük müddətində acqalma mərkəzi sinir sisteminin fəaliyyətini gücləndirir, həzm aparatının fəaliyyətini normallaşdırır. Hücrə arası mayeni və qanı şılaqlardan, zəhərli maddələrdən təmizləyir. 3-7 günlük acqalma yuxarıda qeyd olunanlarla yanaşı orqanizmdə güclü turş mühiti yaradır. Mədə və nazik bağırsağın epitel hüceyrələrini bərpa edir. Bu isə onlarda olan xəstəlik yaradan çürümə bakteriyalarının məhv olmasına səbəb olur. Vaxtı uzatmaq istəmirəm. Burada 7-14 günlük acqalma nə verir insan sağlamlığına? 14-21 günlük acqalma nə verir insan sağlamlığına? Hansı xəstəlikləri daha sağaldır? 21-28 günlük acqalma zamanı hansı xəstəlik sağalmağa başlayır? Bax, belədir. Xərçəng xəstəliyinə qədər hansı azqalmalarla, nə qədər azqalmalarla nə etmək olar ki, mübarizə apara bilərsən? Gündəlik qidalanma, rasyonunuzda nələr olmalıdır? Bax, bütün bunların hər birindən Çimnaz xanım fikirlər söyləyir burada. Bütün məqamları açıqlayır Çimnaz xanım. Çox danışmaq olar, vaxtınızı almaq istəmirəm. Yüksək xolesterinli, şəkərli, nişastalı və duzlu xörəklərdən bacardıqca az istifadə edilməlidir. Acılıqdan çıxan zaman bir neçə gün heyvani qida qəbul etmək olmaz. Bitki tərkibli, yumuşaq qidalar, kartofun suda bişmiş forması, sürtkəzdən keçirilmiş tərəvəzlər, bişirilmiş göyərti, ətsiz su, kaşa və s. istifadə etmək olar. Burada çox fikirlər var. 3 kitabdır. Bunların hamısını danışmaq çox vaxt aparar. Və onu qeyd etmək istəyirəm ki, bütün hallarda sağlamlıq insanın öz əlindədir. İnsan təbabətə bağlananda, təbii təbabətə bağlananda, bu kitabları oxuyanda, Çimnaz xanım Namazova kimi bir dəyərli alimin bu kitablarını oxuyanda əlbəttə ki, çox şeyə nail ola bilər. Öz sağlamlığına nail ola bilər. Bu mütləqdir. Bu belədir. Yetər ki, elmə söykənəsən, təbii təbabətə söykənəsən. Çimnaz xanım Namazova kimi bir gözəl alimin, bir dəyərli alimin elmi mənbələrinə söykənsən, sən çox şeyə nail ola bilərsən. Bu belə. Və onu xatırlatmaq istəyirəm bir də ki, Çimnaz xanım Namazovanın 15 fevral doğum günüdür. Həm də ona görə Çimnaz xanım elmini və özünü xatırlamağı lazım bilmişəm. Çimnaz xanım Namazovanın 15 fevral doğum günüdür. Dəyərli dostlar, Çimnaz xanıma mən can sağlığı, uğurlar arzulayıram bu dəyərli şəxsiyyətə, bu gözəl alimə, gözəl insana can sağlığı və uğurlar arzulayıram. Bir daha xatırladıram, Çimnaz xanımın xəstə olanda özünüzü itirməyin. Ən ağır xəstəliklərin belə çarəsi var. Çimnaz xanım Namazovanın bu kitablarını tapın, oxuyun, sağlamlığınıza qovuşun. Sağlamlığa aparan yol, sağlamlığın sirri və sağlam ömür yaşayaq. Sağlam ömür yaşayaq kitabı. Çimnaz xanımın Namazovanın bu kitabları bizə bir töhfədir, dəyərli dostlar, dəyərli tamaşaçılar. Mən sizi çox sevirəm, əziz dostlar. Siz bütün məqamlarda həmişə dəstək olmuşsunuz bizə, əziz dostlar. Dəstək olmuşsunuz mənə. Bütün bunlara görə mən sizə təşəkkürümü bildirirəm.
Mən bilirəm ki, Çimnaz xanım Namazova ilə tanış olmaq həvəsiniz olacaq mütləq. Maraqlanacaqsınız onun elmi ilə, Çimnaz xanımın özü ilə. Çimnaz xanım bu cəmiyyətə bir töhfədir. Bir elmdir Çimnaz xanım. Çimnaz xanım bu Azərbaycan elminin, təbabət elminin ən güclü daşıyıcılarındandır. Ən güclü elm xadimlərindəndir. Allah Çimnaz xanım kimi gözəl insanları, dəyərli alimləri bu cəmiyyətə, ölkəmizə çox görməsin. Nə qədər ki, həyatımızda, nə qədər ki, cəmiyyətimizdə, ölkəmizdə, dünyamızda Çimnaz xanım Namazova kimi dəyərli alimlər, gözəl şəxsiyyətlər, gözəl insanlar var, hələ yaşamağa dəyər, əziz dostlar.